Kavdor şəhəri, Murmansk vilayəti. Bu şəhər Rusiya Federasiyasının Murmansk vilayətində Kola yarımadasında yerləşir. Bu qəsəbə 1953-cü ildə tikilməyə başlandı. 1957-ci ildə işçi qəsəbəsi adı aldı. 1965-ci ildə isə şəhər statusu aldı. Bu qəsəbədə dəmir, apatit, badaleyt kimi təbii sərvətlər mövcuddur. Həmçinin şəhərdə çoxlu zavodlar mövcuddur. Bu da şəhərin əsas gəlir yerlərindən biridir. Kovdor şəhərinin qışı çox sərt keçir. Burada qışda hava -30-35 dərəcəyə qədər düşə bilər. Həmçinin buranın qışı uzun keçir, 8-9 ay arası. Yay isə buranın çox qısa keçir. Ən isti ay iyul ayı hesab olunur. Avqustdan başlayaraqsa havalar soyuyur. Yayda da hava təxminən 10 dərəcə, 15 dərəcə və 20 dərəcə olur. Düzdür, ona yayda demək olmaz. Yalından qar əriyir, biraz gün çıxır və salam. Buranın əhalisinin ən pik vaxtı isə 1992-ci ilə təsəvvür edilir. Onda şəhərdə təxminən 32 min adam yaşayırdı. Hal-hazırda isə bu şəhərin əhalisi təxminən 13 mindir. Yəni şəhərin əhalisi azalır. Bu isə başa düşüləndir. Cavanlar üçün burada demək olar ki, karyera şansı yoxdur. Həmçinin D vitamini çatışmır.